Herkese salam. Söz verdiyim kimi Respublika fən müsabiqələrinə hazırlaşan şagirdlərə dəstək məqsədi ilə Camal Kərimova məxsus olan biologiya test vəsaitinin birinci bölməsinin ikinci sınağı ilə davam edirik. Birinci sualımızda qeyd edilir. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin. X və Y hüceyrələri təqdim edilib və bu hüceyrələrə məxsus olan bəzi orqanoidləri və strukturları burada görürük. X hüceyrəsinin ribosomu var, xlorofili var, lakin hüceyrə divarı yoxdur və X hüceyrəsi haqqında məlumatlarda bizə B və D variantında təqdim edib. X hüceyrəsi prokaryot ola bilər. Biz bilirik ki, hüceyrə divarı canlıların 4 aləminin üçündə var. Bitki, göbələk və bakteriyalarda var. Və B və D variantlarında X üçün qeyd edir ki, X prokaryot ola bilər, X bitki hüceyrəsi ola bilər. Xeyr, bunların heç biri mümkün deyil. Çünki prokaryot olan bakteriyalarda və bitki hüceyrəsində hüceyrə divarı var. Xarici qılaf hüceyrə divarıdır. Lakin bizim X hüceyrəmizdə hüceyrə divarı yoxdur. Demək ki, bu X hüceyrəsi nə prokaryot bir orqanizmə məxsus ola bilər, nə də bitki hüceyrəsinə məxsus ola bilər. Ona görə bunları silirik. Gəlirik Y hüceyrəsinə. Y hüceyrəsində xlorofil pigmenti yoxdur, lakin ribosom və hüceyrə divarı var və Y hüceyrəsi haqqında qeyd edir. A bəndində Y hüceyrəsi göbələk hüceyrəsi ola bilər. Bəli, göbələkdə ribosom var, göbələkdə xlorofil yoxdur, göbələkdə hüceyrə divarı var. Doğru cavabımız A bəndidir. Hər ehtimala qarşı C-ni də nəzərdən keçirək. Simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilməz. Bakteriyaların özü elə simbiyoz yaşayan orqanizmlar aiddir. Yəni bakteriyaların bəzi nümayəndələri simbiyoz yaşayan orqanizmlara aiddir. Məsəl üçün bağırsaq çöpü bakteriyalar insan bağırsağında yaşayır və simbiyoz şəkildə insana fayda verir. Bağırsaqda müxtəlif vitaminlərin sintezində, həmçinin həzm prosesinin yaxşılaşmasında rolu vardır. Yəni Y bakteriyası, Y hüceyrəsi, daha doğrusu simbiyoz yaşayan bir canlı ola bilər. Bakteriya hüceyrəsi, misal üçün bağırsaq çöpü bakteriyası ola bilər. Çünki hüceyrə divarı var, ribosomu var, xlorofili yoxdur. Bu heterotrof qidalanan bir bakteriya hüceyrəsi ola bilər də əslində. Ola bilməz deyirsə yanlışdır. Davam edirik ikinci sualımızla. Başlanğıc sayı 4 olan bakteriyaların sayı 16 dəfə artmışdır. Bu zaman əmələ gələn nəsil sayının bölünməyə məruz qalan fərdlərin sayına nisbəti necədir? Başlanğıc bakteriyamız N0-ımız 4-ə bərabərdir və başlanğıc bakteriya sayının öz sayını 16 dəfə artırması o deməkdir ki, sonda yaranan bakteriya sayımız 64-ə bərabər olmuşdur. 4 bakteriya 20 dəqiqədən bir bölünərək intensiv çoxalma şəraitində, yəni əlverişli bir mühitdə intensiv çoxalaraq 4-dən 8-i, 8-dən 16-sı, 16-sından 32-si, 32-sindən isə 64-ü yaranmış olur. N0-ımız 4, NT-miz isə 64-ə bərabərdir. Bu zaman əmələ gələn nəsil sayı. Nəsil sayımızı biz burada müəyyən edirik. 1, 2, 3 və 4. Deməli 1, 2, 3, 4 nəsilimizi müəyyən etmiş olduq. Nəsil sayımız 4-ə bərabərdir. Bölünməyə məruz qalan fərdlərin sayı. Biz bölünməyə məruz qalan fərdləri tapmaq üçün rahat bir qaydamız. Sonuncu yaranan bakteriyadan, yəni sonda yaranan bakteriyadan başlanğıc bakteriyanın sayını çıxaraq rahatlıqla tapa bilərik. Bölünməyə məruz qalan bakteriya sayımız olur 60 və ya burada bir dənə bölünməyən sonuncu 64 ədəd bakteriyamızdır. Digər 4, 8, 16, 32 bu bakteriyalarımız bölünməyə məruz qalmışdır. Bu sayı topladıqda da bizə elə 60-ı verir. Daha rahat üsulla sondan başlanğıcı tapmaqla 60-ı müəyyən edə bilərik. Deməli, bizim bölünməyə məruz qalan bakteriya sayımız 60-a bərabərdir. Nəsil sayımız isə 4-ə bərabərdir. Nəsil sayının bölünməyə məruz qalan bakteriya sayına nisbəti 1-in 15-ə nisbəti şəklində olacaq. Cavabımızı buradan müəyyən edirik. B bəndi. Üçüncü sualla davam edək. Tubusun alt hissəsində yerləşir və revolverə bağlanır. Çərçivə və bir neçə böyüdücü şüşədən ibarətdir. Bu bizim obyektivimiz olacaq. Okulyar tubusun yuxarı hissəsindədir. Ştativ mikroskopun əsas hissəsidir və digər hissələri özünə bərkidir. Yəni, hər hansı bir böyüdücü şüşəyə malik deyil. Əşya masası da preparat şüşəsinin
izlənməsi üçün bir belə deyim müstəvidir və onun üzərinə preparat şüşəsi qoyulur və böyüdücü şüşələrlə preparat izlənilir. Ona görə də əşya masası ola bilməz. Cavabımız olur buradan obyektiv. Dördüncü sualla davam edək. Kök hüceyrələri orqanizmin hansı hüceyrələrindən orqanizmin hansı hüceyrəsi yarana bilməz? Həm 7-ci sinif dərsliyində kök hüceyrələri mövzusunda bu haqda məlumat verilir. Biz orada təsvirə nəzərən görürük ki, kök hüceyrələri qan hüceyrəsinə başlanğıc verir, ürək əzələsinə başlanğıc verir. Ümumiyyətlə əzələ toxumasının hər hansı bir əzələ toxuması hüceyrəsinə başlanğıc verə bilir. Lakin böyrək hüceyrələrinə birbaşa başlanğıc vermir. Orada belə deyək, rüşeyn vərəqələri yaranır. Yəni birbaşa kök hüceyrələrindən böyrək hüceyrələri yarana bilmir. Orada yaranır öncə müxtəlif mezoderma mənşəli rüşeyn vərəqəsi yaranır. Həmin o rüşeyn vərəqəsindən böyrək hüceyrələri başlanğıc götürür. Yəni həmin rüşeyn vərəqəsi hüceyrələrindən başlanğıc götürür böyrək hüceyrələr. Birbaşa kök hüceyrələr böyrək hüceyrələrinə başlanğıc verməmişdir deyirik. Cavabımız olur D bəndi. 5-ci sualla davam edək. Həqiqi ölçüsü 0,4 mm olan cisim aşağıdakı mikroskop altında maksimum neçə santimetr görsənər? Bu suallarda diqqətli olmaq lazımdır. Çox zaman millimetrlə hesablama aparıb yanlış edə bilirik. Burada da hər iki cavabımız əslində var. Baxaq sualımıza. Deməli, həqiqi ölçüsü 0,4 mm olan cisim mikroskop altında maksimum neçə santimetr görsənir? Biz görürük, okulyarımızın böyütmə dərəcəsi 15-ə, obyektivimizdən də maksimal böyütmə istədiyi üçün ən böyük böyütmə dərəcəsinə malik olanı götürürük və obyektivimizin də böyütmə dərəcəsini 40 olaraq müəyyən edirik. Mikroskopun böyütmə dərəcəsini buradan tapırıq. 600. Deməli, bizim mikroskopumuz baxılan cismi 600 dəfə böyütmüş olacaq. İkinci isə cismin həqiqi ölçüsünü mikroskopun böyütmə dərəcəsinə vurmaqla biz cismin mikroskopda görünən ölçüsünü müəyyən edəcəyik. Cismin həqiqi ölçüsü 0,4 mm-dir. Mikroskopun böyütmə dərəcəsi 600-ə bərabərdir. Buradan bizə verir 24 millimetr. Amma bizdən cavabı istəyir santimetrlə və deməli 10 millimetrimiz 1 santimetrə bərabərdir. O zaman biz ona bölməklə 2,4 cavabını müəyyən etmiş oluruq. Davam edirik 6-cı sual ilə. Hansı rəqəmlə verilən canlı və ya canlıların hüceyrə qılafının xarici hissəsi hüceyrə divarı adlanır? Biz bilirik ki, canlıların 4 aləminin 3-ündə xarici qılaf hüceyrə divarıdır. 4 aləmin birində xarici qılaf qlikokaliks adlanır. Bu da heyvanlardır. Heyvanlar da qlikokaliksdir. Ona görə götürmürük. Bakteriya, bitki və heyvan hüceyrəsinin xarici qılafı hüceyrə divarı adlanır. 7-ci sualla davam edək. Hüceyrədə hüceyrə şirəsi harada toplanır? 7-ci sinif dərsliyində hüceyrənin orqanoidlər və strukturları haqqında məlumatlarda aydın şəkildə qeyd edilib. Vakual hüceyrə şirəsinin toplanıldığı yerdir. Mitoxondri oksigenli tənəffüsdə iştirak edir. Xloroplast fotosintez prosesində iştirak edir. Sitoplazma hüceyrənin içərisini dolduran mayedir. Amma hüceyrə şirəsi, yəni belə deyək, sitoplazma hüceyrənin daxili maye mühitidir. Lakin hüceyrə şirəsi harda toplanır deyərsə, biz burada vakuolu götürürük. 8-ci sualla davam edək. Canlıların müxtəlifliyi və onların təsnifatını öyrənən elm sahəsi sistematika adlanır. Fiziologiya canlılarda baş verən funksiya və prosesləri öyrənir. Genetika irsiyyət və dəyişkənliyi, irsiyyətin nəsildən nəslə ötürülməsini öyrənir. Anatomiya orqanizmlərin daxili quruluşunu öyrənir. Sistematika isə canlıların müxtəlifliyi və onların təsnifat xüsusiyyətlərini öyrənir. 9-cu sualla davam edək. Hansı mülahizəni hər iki hüceyrəyə aid etmək olar? Baxırıq ki, burada hüceyrə divarı mövcuddur. Hüceyrə divarı varsa bu bitki hüceyrəsi ola bilər. Çünki həm xloroplast görürük, həm evkaryot bir orqanizmə məxsusdur, nüvəsi var və bu bitki hüceyrəsidir. Digəri isə heyvan hüceyrəsi olacaq. Çünki xarici qılafı nazikdir, hüceyrə divarı deyil. Bu da heyvan hüceyrəsidir. Və bu iki hüceyrəyə aid etmək olmaz qeyd edir. Plazmatik membran canlıların 4 aləminin 4-ündə də var. Evkaryot olması bəli, hər ikisində nüvəyə rast gəlir. Demək ki, evkaryot bir canlıya məxsusdur bu hüceyrələr. Hüceyrə divarının olması, hüceyrə divarı yalnız bu iki təsvirdən yalnız bitkidə var, amma canlıların 4 aləmindən bitki, göbələk və bakteriyalarda hüceyrə divarı mövcuddur.
Bu iki hüceyrəni müqayisə etsək, bitki hüceyrəsində hüceyrə divarı var, heyvan hüceyrəsində isə xərci qılaf nazikdir, qaliks adlanır. Ona görə cavabımızı burada müəyyən edirik. C bəndi ribosoma malikdir. Bilirik ki, ribosom canlıların 4 aləminin 4-ündə də mövcuddur. Yəni bu da ortaq xüsusiyyətdir əslində. 10-cu sualla davam edirik. Sual işarəsinin yerinə yazıla bilər. Mikroskopikdir. Bu təsvirdə Venn diaqramında biz spermatozoid və yumurta hüceyrəni görürük. Spermatozoid erkək cinsi hüceyrədir və hərəkətlidir. Yumurta hüceyrə isə dişi orqanizmə məxsus olan cinsi hüceyrədir. Mikroskopik olması hər ikisi mikroskopikdir. Hərəkətli olan qamçı ilə hərəkət edə bilən spermatozoiddir. Qametdir. Hər ikisi cinsi hüceyrədir. Hər ikisi qametdir. Ziqotun əmələ gəlməsində iştirak edir. Bilirik ki, yumurta hüceyrə və spermatozoid birləşərək ziqotun yaranmasında rol oynayır. Ziqot gələcək orqanizmə başlanğıc verən mayalanmış yumurta hüceyrədir. Yumurta hüceyrəni spermatozoid mayalayır. Mayalanmış yumurta hüceyrə olan ziqot yaranır. Yəni ziqotun yaranmasında hər ikisi iştirak edir. Quşlarda adi gözlə görünən təbii ki, yumurta hüceyrə olacaq. Cavabımızı burada müəyyən edirik. Ortaq xüsusiyyət 1, 3, 4 A bəndi. 11-ci sualla davam edək. Şəklə əsasən müvafiq olaraq plastidləri adlandırır. Ümumiyyətlə, plastidlər yalnız bitki hüceyrəsinə xas olan orqanoidlərdir. Xloroplast, xromoplast və leykoplast olaraq bölürük. Rəngli plastidlər xromoplast, yaşıl rəngli plastidlər xloroplastlar, rəngsiz plastidlər isə leykoplastlardır. Təsvirdən də görürük, birinci rəngli olduğu üçün xromoplast, ikinci yaşıl olduğu üçün xloroplast, üçüncü isə rəngsiz olduğu üçün leykoplast. Buradan cavabı müəyyən edirik. C bəndi. 12-ci suala davam edək. Şəkildə soğanın hansı toxumaya aid olan hüceyrəsinin mikroskop altında görünüşü verilmişdir. Təbii ki, bu soğanın dəricik hüceyrəsidir və soğan pərdəsi, yəni dəricik hüceyrəsidir. Dəricik də örtük hüceyrələr, örtük toxuması hüceyrələrinə aiddir. 13-cü sualla davam edək. Yanlış fikri müəyyən edin. Bütün bakteriyalar, biz bilirik ki, bakteriyaların çox hüceyrəli nümayəndəsi yoxdur. Bütün bakteriyalar bir hüceyrəlidir. Təbii ki, bütün bakteriyalar nüvəsizdir, yəni prokaryotdur. Bütün bakteriyalar hüceyrə divarına malikdir. Lakin bütün bakteriyalar çürüdücü deyil. Nəyə görə? Çünki bakteriyanın fotosintez edəni var, xemosintez edəni var, saprofit bakteriyalar, yəni çürüdücü bakteriyalar var, parazit bakteriyalar var. Hamısına çürüdücüdür deməyimiz yanlışdır. Amma torpaqda olan bakteriyalar, saprofit bakteriyalar daha çox üstünlük təşkil edir. Bəli, əksər bakteriyalar saprofitdir, lakin bütün bakteriyalar çürüdücüdür deyə bilmərik. Davam edirik 14-cü sualla. Hansı variantda neyronların sinir impulslarının ötürülmə istiqaməti doğru göstərilmişdir? Bilirik ki, sinir toxumasında sinir impulslarının ötürülməsində iştirak edən neyronlar vardır və bir neyronun hissələri ilə bu şəkildən göstərəcəm sizə 15-ci sualdakı şəkildən. Bir neyron hansı hissələrdən ibarətdir? Neyronların dendriti olur. Dendrit. Neyronların cismi olur və neyronların aksonları olur. Neyronlarda dendrit cisim akson istiqamətində impuls ötürülür. Yəni neyronlar impulsu dendrit istiqaməti ilə qəbul edir. Dendridindən cisminə ötürülür və cismindən isə aksonuna doğru ötürülür. Bir neyron daxilində impulsun ötürülməsi dendrit cisim akson istiqamətində baş verir. Burada da diqqət etsək, bu orta məktəb dərsliyində təsvir olunmuş bir şəkildir və buradan cavabımızı C variantı olaraq müəyyən edəcəyik. Baxaq, neyronların dendritini görürük. Neyronun cismi, neyronun aksonu. Bu birinci neyronumuz. İkinci neyronumuza da nəzər salsaq, buradan aksonundan yenə dendritinə, cisminə və aksonuna. Deməli, bir neyronun daxilində impuls ötürüləcək. Dendrit cisim akson istiqamətində. Bir neyronun burada əksinə verildiyi üçün biz də əksinə qeyd edək. Dendritdən cismə, cisimdən aksona. Bu bir neyronun daxilindədir. Bir neyrondan digər neyrona isə birinin aksonu, digərinin dendritinə impulsu ötürür. Yenə davam edirik. Dendrit cisim akson istiqamətində. Doğru cavabımız C variantı olacaq. 15-ci sualla davam edək. Bir neyronun daxilində sinir impulsları hansı istiqamətdə ötürülür? Az öncə artıq qeyd etdik. Dendrit cisim akson istiqamətində ötürüləcək. Deməli, dendritimiz 3, cismimiz 1,
Aksonumuz 2 ilə ifadə edilmişdir. Cavabımız D variantı olacaq. 16-cı sualla davam edək. Çubuqlar haqqında verilən ifadələrdən hansı yanlışdır? Biz bakteriyon sözünün hərfi mənasını çöp, çubuq olaraq qeyd edirik. Çubuqlar deyəndə burada nəzərdə tutduğu prokaryot orqanizmlər olan bakteriyalardır. Bəli, prokaryot orqanizmlərin formalaşmış nüvəsi olmur. Spor vasitəsilə çoxalmırlar. Spor bakteriyanı əlverişsiz mühitin təsirindən qorumaq üçündür. Bakteriya sporla çoxalmır. Çoxalır deyirsə yanlış, cavabımız B variantıdır. Bütün bakteriyalar prokaryotdur. Bu doğru ifadədir. Xəstəlik törədən nümayəndələr var. Bəli, bakteriyaların parazit nümayəndələri var. Vərəm çöpü, angina, streptokoku, vəba vibrionu, taun çöpü, bruselozun törədiciləri, botulizmin törədiciləri. Bunların hər biri parazit bakteriyalardır. Yəni xəstəlik törədirlər. Doğru fikirdir. Ona görə yanlışımız buradan B variantı olacaq. Davam edirik 17-ci sualla. Bu sualın fərqli bir versiyasını az öncə şəkilsiz izah etdim və burada dərslik kitabından müvafiq şəkillə qeyd edilib. Verilən fikirlərdən hansı yanlışdır? X, Y, Z, K fikirləri təqdim edilmişdir. Biz bildik ki, bu təsvirdə göstərilən kök hüceyrədir və kök hüceyrələr böyrək hüceyrələrinə başlanğıc verə bilməz. Az öncə qeyd etdik. Çünki böyrək hüceyrələri birbaşa, kök hüceyrələr birbaşa böyrək hüceyrələrinə başlanğıc vermir. Orada mezoderma qatına məxsus olan xüsusi hüceyrələrə başlanğıc verir. Həm hüceyrələr isə böyrək hüceyrələrinin yaranmasında iştirak edə bilər. Cavabımız buradan olur D variantı. 18-ci sualla davam edirik. Otaq temperaturunda çiğ süddə 1 saat ərzində 400 bakteriya əmələ gəlmişdir. Biz bilirik ki, 1 saat ərzində 20 dəqiqədən bir bölünməklə 3 nəsil formalaşır. 400 bakteriya deməli 200 bakteriyanın bölünməsi nəticəsində 200 bakteriya 100 bakteriyanın bölünməsi nəticəsində 100 bakteriya isə 50 bakteriyanın bölünməsi nəticəsində əmələ gəlmişdir. Sonuncu bölünməyə məruz qalan bakteriyaların əmələ gəlməsinə neçə dəqiqə zaman sərf olmuşdur. Bizdə sonuncu bölünməmiz bu 3-cü bölünmədir və sonuncu bölünməyə məruz qalan bakteriyamız bu 200 ədəd bakteriya 20 dəqiqənin sonunda əmələ gəlmişdir. Yəni burada sırf bu sonuncu bölünməyə məruz qalanı soruşduğu üçün həmin o 200 bakteriyanın əmələ gəlməsinə, yəni deməli bakteriyaların əmələ gəlməsinə neçə dəqiqə vaxt sərf olunmuşdur? 20 dəqiqə. Cavabımızı müəyyən edirik. C bəndi. 19-cu sualla davam edirik. Şəkildəki canlıların hamısının hüceyrələrində olur. Heyvan, bakteriya və bitki hüceyrəsi təsvir edilmişdir. Hüceyrə divarı heyvanda olmaz. Xloroplast bakteriya və heyvanda olmaz. Nüvə bakteriyada olmaz. Lakin plazmatik membran canlıların 4 aləminin 4-ündə də mövcuddur deyirik. 20-ci sualla davam edirik. Eylerven diaqramına əsasən doğru bəndi müəyyən edin. Böyüdücü cihazlar verilib, lupa və mikroskop, işıq mikroskopu təqdim edilmişdir. Dəstəyə malik olan lupadır. Lupa bilirik ki, iki tərəfi qabarıq olan şüşədən və çərçivədən, eyni zamanda çərçivəni saxlayan dəstəkdən ibarətdir. Bir gedir lupaya. Vintlər mikroskopun hissələrinə aiddir. Bir dəqiqə. Vintlər mikroskopun hissələrinə aiddir. Çərçivə həm lupada çərçivə mövcuddur, həm də işıq mikroskopunun böyüdücü şüşələrində çərçivələr mövcud olduğu üçün bunu ortağa qeyd edirik. Tubus mikroskopun hissəsidir. Baxış borusudur və mikroskopun hissəsidir. Hər iki tərəfində böyüdücü şüşələr yerləşir. Böyüdücü şüşələr hər ikisində mövcuddur. Həm lupada iki tərəfi qabarıq böyüdücü şüşə var, həm işıq mikroskopunda okulyar və obyektivin böyüdücü şüşələri mövcuddur. Və güzgü də mikroskopun hissəsidir, hansı ki, işığı baxılan preparata yönəltmək üçündür. Cavabımızı buradan müəyyən edirik. A-ya gedir 1, deməli B-yə gedir 2, 4, 6, C-yə gedəcək 3, 5. Cavabımızı müəyyən edirik. A bəndi. Davam edirik 21-ci sual ilə. Bizə kökün uç hissəsi təsvir edilmişdir. X, Y, Z, K ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır qeyd edir. K burada kök üsküyü, Z bölünmə zonasının hüceyrələri qeyd edək. K burada kök üsküyü, Z bölünmə zonasının hüceyrələri, Y böyümə zonasının hüceyrələri və X isə əmci tellərə malik olan zorucu zonanın hüceyrələri təsvir edilmişdir. Və baxaq qeydlərimizdə yanlış fikri bizdən istəyir. Deməli, K bir-birinə sıx yerləşmiş canlı hüceyrələrdən təşkil olunmuşdur. Bəli, K kök üsküyüdür, kökün ucunu zədələnməkdən qoruyub bir-birinə sıx yerləşmiş bir neçə qatlı hüceyrələrdən təşkil olunmuşdur.
Yəni bir neçə qatdan ibarət olan hüceyrələrdən təşkil olunmuşdur. X kök tükçüklərinin yerləşdiyi zonadır. Bəli, X sorucu zonadır. Burada kök tükçükləri, yəni əmci tellər yerləşən zonadır deyirik. C variantında Z hissəsində olan hüceyrələr kökün uzunluğuna böyüməsini təmin edir. Kök uzunluğuna böyüyür. Deməli, böyümə zonasının hesabına və böyümə zonasının hüceyrələri bölünmə zonasında törəci toxuma hüceyrələrinin hesabına artır. Yəni, Z hissəsində olan hüceyrələr kökün uzunluğuna böyüməsini təmin edir. D variantına keçək. Y hissəsində olan hüceyrələr K-nın hüceyrələrinin bölünməsi nəticəsində K-nın hüceyrələrin bölünməsi nəticəsində yaranır. Deməli, Y hissəsində olan hüceyrələr böyümə zonasının hüceyrələridir. Böyümə zonasının hüceyrələri K kök üsküyünün deyil, bölünmə zonasının, yəni Z-in hüceyrələri hesabına yaranır. Yanlış fikrimiz burada D variantı olacaq. Çünki həm kök üsküyünün zədələnmiş hissələrinin bərpasında, həmçinin böyümə zonasının hüceyrələrinin artımında bölünmə zonası, yəni Z ilə işarələnmiş zona iştirak edir. Davam edirik 22-ci sual ilə. Bir bakteriyanın mikroskop altında görünüşü aşağıdakı kimidir. Buna əsasən nömrələnmiş hissələri A və B xüsusiyyətlərinə müvafiq olaraq qruplaşdırın. Bütün bakteriyalarda ortaq olanları istəyir bizdən. Bütün bakteriyalarda ortaq ola bilər. Buradan ribosom, xromosom, plazmatik membran, ehtiyat qida maddəsi, daha sonra sitoplazma, həmçinin hüceyrə divarı. Bütün bakteriyalar üçün ortaqdır. Çünki bütün bakteriyalar zülal sintez edir və öz üçün ehtiyat qida maddəsi toplaya bilər. Yəni, sintezlənən zülal qida maddəsidir və ehtiyat qida maddəsinə rast gəlinə bilər. Çünki canlıdır, qidalanır. Xromosom irsi məlumat bütün bakteriyalarda mövcuddur. Plazmatik membran canlıların 4 aləminin 4-ündə də mövcuddur. Həmçinin bütün bakteriyalarda mövcuddur. Bütün bakteriyalarda hüceyrə divarı mövcuddur. Lakin, deməli, qoruyucu kapsula burada bir balaca şəkil bu istiqamətə gəlməlidir. Hüceyrə divarı canlıların 4 aləm, deməli 4 aləmin içində mövcuddur və bütün bakteriyalarda mövcuddur. Bakteriya, bitki və göbələk hüceyrəsində hüceyrə divarı mövcuddur qeyd edirdi və bütün bakteriyalarda da hüceyrə divarı var. Lakin qoruyucu kapsulu biz bütün bakteriyalara aid edə bilmərik. Çünki kəskin turş mühitdə, kəskin qələvi mühitdə yaşayan, yəni yaşadığı mühitin şəraiti daha kəskin olan bakteriyalar əlavə bir örtüyə ehtiyac duyur, qoruyucu kapsula ehtiyac duyurlar. Ona görə qoruyucu kapsul deməli bütün bakteriyalarda olmaz. Xlorofil pigmenti yalnız fotosintez edici bakteriyalara məxsusdur, bütün bakteriyalarda olmaz. Qamçı yalnız hərəkət qabiliyyəti olan bakteriyalarda mövcuddur. Yəni bütün bakteriyalarda biz qamçı var deyə bilmərik. 4, 5, 6 bütün bakteriyalarda mövcud deyil. Bəzi bakteriyalara xarakterikdir. Lakin 1, 2, 3, 7, 8, 9 isə bütün bakteriyalar üçün xarakterik olacaqdır. 23-cü sualla davam edirik. Verilmiş fikirlərdən biri yanlışdır. Hüceyrə divarına 3 aləmin nümayəndələrində rast gəlinir. Az öncə artıq qeyd etdik. Bitki, göbələk və bakteriya hüceyrə divarına məxsusdur. Heyvan hüceyrəsində isə xarici qlaf glikokalix adlanır. Heyvan hüceyrəsində hüceyrə divarı yoxdur. Bu doğru fikirdir. Mitoxondriya bakteriya hüceyrəsində rast gəlinməz. Bakteriya hüceyrəsi orqanellərdən yalnız ribosoma malikdir. Bakteriya hüceyrəsində mitoxondriya rast gəlinməz. Mitoxondriya göbələk, bitki, heyvanda ola bilər, lakin bakteriyada ola bilməz deyə bu fikrimiz yanlışdır. Cavabı müəyyən edirik B bəndi. C variantına baxaq. Vakuola heyvan, göbələk, bitki hüceyrəsinə rast gəlinə bilər. Bəli, dərslik kitabı 7-ci sinifdə qeyd edilir. Deməli, vakuol canlıların 3 aləmində mövcuddur. Göbələkdə var, bitkidə var. Bunlar ehtiyat şirə toplayan vakuollardır. Lakin heyvan hüceyrəsində olan vakuollarda müxtəlif funksiyalar yerinə yetirirlər. Hansı funksiyalardır? Misal üçün, ifrazat vakuolu var, ifrazat prosesinə xidmət edən mineral mübadiləsini, yəni mineralların bədəndən atılmasını, suyun artığını bədəndən atılmasını təmin edən vakuollar var, həzm vakuolları var. Ona görə heyvan hüceyrəsində də vakuola rast gəlirik. Nüvəyə bitki, heyvan, göbələk hüceyrəsində rast gəlinir. Bəli, biz bilirik ki, bitki, heyvan, göbələk eukaryot, bakteriyalar isə prokaryot canlılardır. Bu da bizim üçün doğru cavab idi. Yanlışımız B bəndə oldu. Mikroskop altında baxılan qanın ixtisaslaşmış hüceyrələri təsvir olunmuşdur. Buna əsasən yanlış fikir hansıdır? A ilə işarələnmiş hüceyrələr buradan trombositlər,
B ilə işarələnmiş olan ortası basıq disk şəklində olan eritrositlərdir. C ilə işarələnmiş hüceyrələr isə buradan leykositlər olacaq. Baxaq, B hüceyrəsinin tərkibində hemoqlobin var. Bəli, biz bilirik eritrositlərdə hemoqlobin zülalı var. Hemoqlobin zülalında hem qeyri-zülali hissəciyi var, hem qeyri-zülali hissəciyində isə dəmir var. Bu dəmir qana qırmızı rəngin verilməsində iştirak edir. Deməli, hemoqlobin zülalına malikdir. Eritrositlərimiz, bəli, hemoqlobin zülalına malikdir. Bu doğru fikirdir. C. Yad cisimciklərdən orqanizmi qoruyur. Bəli, leykositlər orqanizmə düşən yad cisimciklərin zərərsizləşdirilməsi funksiyasını yerinə yetirir. Bu doğru fikirdir. A. Qanın laxtalanmasına kömək edir. Trombositlər qanın laxtalanma prosesində rol oynayan rəngsiz qan hüceyrələridir. Bu da doğru fikirdir. A. Ortası basıq disk şəklindədir. Xeyr, burada ortası basıq disk şəklində olan eritrositlərdir. Yəni B ilə işarə edilən hüceyrələrdir. Yanlış fikirdir. D bəndi. Nəhayət 25-ci sualımıza baxaq. Ribosoma aid deyil. Ribosom qeyd etdik ki, canlıların 4 aləmin 4-ündə də var. Zülal sintezini həyata keçirir və dəyirmi formalıdır. Böyük və kiçik hissələrdən ibarətdir. Ribosom canlıların yalnız heyvanlar aləmində rast gəlinir. Yanlış fikrimiz elə buradan olacaq. A bəndi. Dəyirmi formalıdır. Bəli, zülal sintezində iştirak edir. Doğrudur. Böyük və kiçik hissələrdən ibarətdir. Bu da doğru fikirdir. Bölmə 1, sınaq 2-nin izahını bitirmiş olduq.